Xoş gördük əziz dostlar. İndi isə gəlin təqdim etdiyim metodun ikinci hissəsinə baxaq. Life in the freezer. Footsteps in the snow. Donduranda həyat. Qar üstündə ayaq izləri. Part 2. They reached the pole on 17th of January only to find that Amundsen had got there 34 days before. They reached, onlar çatdılar, the pole qütbə. 17th of January, yanvarın 17'si, only to find, yalnız aşkar etmək üçün ki, Amundsen had got there, çatmışdı ora, 34 days before, 34 gün əvvəl. On the way back, geri qayıdarkən, they encountered, onlar rastlaşdılar. Dreadful weather, dəhşətli bir hava ilə, ran short of supplies, run. Qaçmaq feilidir, amma ran short, qısalmaq, azalmaq, supplies, təchizat. Təchizatları bitdi, and died in their tent of starvation and exhaustion. Yəni öz çadırlarında aclıqdan və yorğunluqdan ölürlər, tent çadır, starvation aclıq, exhaustion yorğunluq. 11 miles from a food depot, yəni yemək deposundan 11 mil, and less than 100 miles, yəni 100-dən də az mil bu daxmanın sığınacağından kənarda. Yəni demək istəyir ki, buradan kənarda, yəni çox mənasız bir ölüm idi. İstəsəydilər çata bilərdilər. Safety of this hut, bu daxmanın sığınacağı. Today, some 80 years later, yəni bugün 80 il keçdikdən sonra a great deal has changed. Çox şeylər dəyişib. Modern fabrics keep you warm during the worst of condition. Müasir parçalar, yəni fabriklər keep you, sizi saxlayır warm, isti, during ərzində, worst of condition, şəraitin ən pisində. Worst, yəni bad, worst. Pis, daha pis, ən pis. Satellites in the sky, səmadakı peyk antenaları, satellites, make communication and navigation easy, kommunikasiya və naviqasiyanı daha asan edir, and almost every day, və demək olar ki, hər gün in summer, yayda, an aircraft, təyyarə, yəni və yaxud da ki, hava gəmisi takes off, qalxır, from the ice near here, yaxınlıqdakı buzun üzərindən, and flies və uçur directly to the pole, birbaş qütbə doğru. Captain Scott marched for 79 exhausting backbreaking days before he reached the pole. Kapitan Scott march, yəni yeridi, yürüdü. 79 exhausting, yorucu, hamısı feili sifətdir. İndiki zaman. Exhausting, backbreaking, bizdə dizini qıran, onlarda belini qıran, yəni yorucu. Days, günlər, before he reached the pole, qütbə çatmazdan öncə. This plane will make exactly the same journey. This plane will make exactly the same journey in less than 3 hours. Bu təyyarə dəqiq olaraq, yəni exactly the same journey, eyni səyahəti edəcək in less than 3 hours, 3 saatdan da az müddətdə. And today alone, və yalnız bugün, there are 4 other flights like this. Daha 4 belə uçuş var. As you fly along Scott's route, Scott'un marşrutu boyunca uçduqca, route marşrut, it is not only the sheer distance that impresses you. Sizi təsirləndirən bütün bu məsafə deyil yalnızca. Only. It's also the appalling difficulties of the terrain. Bu həm də bu ərazilərin terrain, hürküdücü çətinlikləridir. To begin with, Scott used the combination of motor sledge, yəni Scott, motorlu xizəkli araba kombinasiyasından, yəni birləşməsindən istifadə edirdi. Ponies and dogs, pony və itlər. But after 409 miles, he abandoned them all. Amma 409 mil sonra onların hamısını tərk elədi. Abandon, tərk eləmək. Buradakı E-də keçmiş zamandır. Thereafter, bununla belə, he and his man, onun adamları, hauled the sledges themselves. Xizəkli arabaları özləri dartırdılar, yəni haul dartırdılar. Axırdakı E-də keçmiş zaman. Each man pulling away 90 kilos. Hər adama da dartmağa 90 kilo düşürdü. The decision not to use dogs throughout was probably their undoing. İtlərdən yol boyu istifadə etməmək qərarı, decision. Probably yəqin ki, onların uğursuzluğu və yaxud da təlafatı oldu. Throughout bir şeyin əvvəlindən sonuna qədər. Throughout burada heç bir digər isimsiz işlənib. Ona görə də boyunca deyəcəyik. Throughout, yol boyunca. Amundsen, by doing so, made the journey much more quickly and with much less physical effort.
Amundsen belə etməklə by doing so made the journey səyahətini etdi much more quickly, daha sürətli and with much less physical effort və çox az fiziki cəhd sərf edərək. Physical effort, fiziki cəhd. So when Scott and his companions reached the pole, elə isə Scott və onun kompanyonları tərəf müqabilləri qütbə, yəni pola çatanda, reach burada çatmaqdır. They found Amundsen's abandoned tent already there. Onlar artıq Amundsen'ın orada tərk edilmiş çadırını tapırlar. Abandoned tərk edilmiş. And inside it və içində də a note, bir namə, məktub, for Scott to deliver, Scott üçün ki çatdırsın. To the King of Norway, yəni Norveç kralına. Should Amundsen himself fail to return, ki Amundsen özü uğursuz oldu qayıtmağında. Fail, uğursuz olmaq. Return, qayıtmaq. Scott, when he arrived at this exact spot and found the Norwegian flag already planted by Amundsen, wrote in his journal. Scott, o gəlib bura çatanda, yəni bu dəqiq yerə, exact spot, found Norwegian flag already planted. Norveçin artıq ora sancılmış bayrağını tapdı. By Amundsen tərəfindən. Wrote in his journal və yazdı jurnalında. Great God, this is an awful place. Aman Allah, bura dəhşətli bir yerdir. And so it must have been to those 5 exhausted. Və belə də olmalı idi bu 5 adamın vəziyyəti. Exhausted, yorulmuş, bitterly disappointed, acıcasına məyus olmuş, with a dreadful return journey still ahead of them. Hələ də irəlidə ölümcül bir geri dönüş səyahəti ilə. Yəni demək istəyir ki, bu qədər acınacaqlı vəziyyətdə olan insanların hələ hansılarını ki, geri qayıtmaqda gözləyirdi, vəziyyəti bundan artıq ola bilməzdi. Ona görə deyir, it must have been to those 5 people. Today, some 80 years later, bu gün müəyyən 80 il keçdikdən sonra, neither explorer would recognize the place. Heç bir tədqiqatçı, yəni nə o, nə bu. Neither heç biri deməkdir. Tədqiqatçı explorer recognize eləyə bilməzdi bu yerləri. Yəni tanıya bilməzdi. Neither, Britaniyada neither'dır. Amerikada neither. This summer, bu yay, over 100 scientists, yəni 100-dən də artıq alim və dəstək qrupu will live, yaşayacaq and work, işləyəcək, protected, keçmiş zamanın feili sifəti, qorunmuş olaraq. From the worst of weather by this dome. By this dome bu günbəz tərəfindən. Worst of weather, yəni havanın ən pisi. İzlədiyinizə görə təşəkkür edirəm əziz dostlar. Kommentlər yazmağı unutmayın və mənimlə əlaqəyə keçmək üçün isə səhifəmdəki, yəni biodakı WhatsApp nömrəsinə yaza bilərsiniz.